Gəlin sizə evdə ən dadlı tort necə hazırlanır, onun sirrini açım. Elə ki, bir daha dükandan tort istəməyəcəksiniz. Əvvəlcə otaq şəraitində 5 yumurta ağı ilə birlikdə və 1 stəkandan 1 barmaq aşağı şəkər tozu mikserlə 20 dəqiqə ərzində dayanmadan qarışdırılır. Daha dəqiq resepti videonun altında paylaşmışam. Köpüklənmiş qarışıq axmırsa deməli hazırdır. Sonrasında 1 stəkan tam dolu təpələmə un və 1 çay qaşığı vanil qarışığa hissə-hissə əlavə olunur. Saat əqrəbi istiqamətində az-az qarışdırılır. Bu reseptdə qabartma tozu və ya soda vurulmur. Yağlı kağız sərilmiş formaya tökülür. Qeyd edim ki, forma daxil olmaqla torta aid bütün ləvazimatları Sumqayıtda yerləşən ən böyük tort ləvazimatı dükanı olan Fanudan əldə etmişəm. 15 ildən artıqdır ki, bu dükandan alıram bütün ləvazimatları və heç vaxt narazı qalmamışam. Hazırlanmış testanı 200 dərəcə qızdırılmış fırına verib 160 dərəcəyə qoyuram. Tortun kremi üçün qaymaqlı krem və qatılaşdırılmış süddən istifadə edib bu cür bəzəyib süfrəyə təqdim etdim. Əvvəlcədən hazırlayacaq hər kəsə nuş olsun. Videonu saxlamağı unutmayın.